Salam, mən Hüseynova Peymanə Etibar qızı Goranboy rayonunda olmuşam və hal-hazırda Bakı Dövlət Universitetinin Qazax filialında kimya və biologiya müəllimliyi üzrə təhsil alıram və mən hal-hazırda məni bu layihəni yazmağa ilhamlandıran şey oldu ki, bizim dövlətimiz çox gözəl multikulturalist bir dövlətdir və hal-hazırda 44 günlük müharibədən sonra öz sözünü demiş dövlətin vətəndaşlarıyıq. Buna görə də mən istəyirəm ki, mənim hal-hazırda təhsil aldığım regionda, Qazax regionunda öz fəaliyyətini dayandırmış bir kilsə var və mən istəyirəm ki, bir multikulturalist dövlətin vətəndaşı olaraq o kilsəni yenidən bərpa edərək, yəni yenidən bərpa edəkdə orada müəyyən bir quruculuq işləri etməyə ehtiyac yoxdur. Zaten bir bina var. Sadəcə o binanın yenidən insanlarla dolması üçün o binanın Azərbaycan Respublikasının multikulturalizm evi kimi fəaliyyət göstərməsini istəyirəm. Və bunun üçün də bu layihə daxilində qazanarsa əlimdən gələni etməyə hazıram. İnşallah da istədiyim kimi alınar. Çünki bu layihənin çox yönümlü olacağını düşünürəm. Multikulturalizm evi etməklə oranın özünün könüllüləri də olacaq. Beləliklə onlar da fəaliyyətə başlayacaqlar. Və həmçinin bildiyimiz kimi Azərbaycan Respublikasında müxtəlif dinlərə sitayiş edən insanlar var. Onların üçün də həmçinin həmin multikulturalizm evində xüsusi ibadət yerləri olacaq. Beləliklə Azərbaycanda həqiqətən də bütün dinlərin bir ahəngdə toplandığını biz cəmiyyətə və insanlığa göstərə biləcəyik. Ümid edirəm ki, qazanan layihələrdən biri olar. Ümid edirəm ki, çox uğurla başa vura bilərəm mən bu layihəni. Çünki həqiqətən istəyirəm ki, o kilsə artıq öz fəaliyyətini bərpa etsin, yaxşı yerlərdə olsun. Çünki biz bilirik ki, biz bir respublika olaraq bütün dinlərə, bütün hər şeyə hörmət edirik. Və bu kilsənin içərisində isə təkcə xristianlıq abidələri deyil, istər bütpərəstlik, yəni adından bəlli olduğu kimi layihənin adı multikulturalizm evidir. Bütün hər kəsi bir araya yığmaq üçün bir şeylər edəcəm əlimdən gələn, inşallah ki, alınar və burada hətta dediyim kimi könüllülər də fəaliyyət göstərəcək ki, bu da multikulturalizm evinin həqiqətən də Azərbaycan Respublikasına əgər bu layihə alınarsa, öz səsini deyən müəssisələrdən biri olacağını göstərir.